Kanalda sahip kalmak hoşçakalın. Bugün əla bir duada təqamlı videosu sizlerle yine karşınızdayım. Şimdi geçecek videomuza. Videomuza abone olup like etmeyi unutmayın. Şimdi ise geçecek videomuza. Evet dostlar. Sumkanın içinde ne katmışım onlar göstereceğim size. Mikrofon. Gördünüz mü? Bir de kaynar su. Yaxşı yerimizi isti tutacaq deyə xalça. Evimizin tutmaq üçün bir klyonka. Bu da 2 klyonka. Gördüğünüz kimi. Suyumuz. Yemeğimiz. Ondan sonra bir de bu mişar. İpimiz. Evi düzeltmek için skop, buran. Burada balta. Burada da çay içmek için ayarla bir yer için. Başka da esnaf yoktur. Başka da bıçağımız. Gördüğünüz gibi bir de skoplar. Başka esnaf yoktur. Şimdi ise geçecek videomuza. Bu şekilde bunların əvvəldəki bunları belə qoşalaşdırıb bağlamaq lazımdır. Baxın belə aralarından yadından ondan sonra keçmək lazımdır. Qıbbəhlik olsun da başa düşdür, yəni bir küləkdə, yağışda, çünki bunun dəngəsi yəni sağlansın da, yəni əməlli. Gördüyünüz kimi. Aynen beləncə tamam edəcəyik. Bu 2 dənə də bir dənə də bura atmalıyam. Baxın bir sizlə atar. Bu 3 qaşanı bir sizlə saxladım. Bir dənə sonra atacağım. Bir dənə bundan düzəldəcəm yanında. Bir dənə bundan atacağım. Çox gözəl bir barnaq olsun. Bir dəqiqə. Hə. İndi zəhmət olmasa bunu bir dənə biz götürəcəyik. 2 dənəni. Baxın bir qoçamız hazırdır. Bağladıq. İndi həminki xoçadan bir dənə də düzəldəcəyik. Onun böyürlərini o çəkdiyim müşambe ilə örtəcəm qəşək. Qabağında bırak olacağım ki açılsın, qabağa belə tutu olsun, arkası da əla bir barnaq olacaq. Gördüyünüz kimi əziz dostlar. İpdən də bir dənə kəsməliyik ki, bu dənə buradan xoçağı bağlamalıyıq. O əla olsun da, yəni hansısa bir küləyə də. Baxın, axırda belə bir şey saxlayın ki, baxın, o papağımı çıxardım. Baxın, belə bir şey saxlayın ki, attığımız o düzün ağac, yəni dəngəli durmalıdır orada, yaxşı durmalıdır. Çünki niyə aşma riski çox olmasın, aşmasın, ona görə baxın, beləncə bir xoça saxlayın axırda. Gördüyünüz kimi əziz dostlar, da belə altından keçirdik. Hər altından üstündən keçmək lazımdır ki, yəni aşmasın, ondan sonra küləkdə şey olmasın. Baxın, gördüyünüz kimi, indi o düz attığım onu da arasına bir dənə taxta atacağım. Bu əla olsun da, yəni bir aşmasın, eləməsin ki, hansısa küləkdə. Gördüyünüz kimi. Gördüyünüz kimi bunu beləncik edirəm. Bunu da beləncik. Çəkdiyim o ağın şambe ilə örtəcəm böyürün qəşəng bir şəkildə. İndi gördüyünüz kimi, indi bunu da mən bir dənə düzəldim. Gördüyünüz kimi. Hani o taxtamız. Axırda balaca bağlamağa baxın. Bu şəkildə. Bir dənə, bu da 2 dənə. 2 dənə atacağım ki, ortasından qoy dəngəsini yaxşı tutsun ki, sabitləməyə, ondan sonra o aşmağa, küləyə qarşı yaxşı olsun. Baxın, bir dənə bir dənə buradan atacağıq ki, bunların qışları açılmalıdır. Baxın, bu şəkildə açılmalıdır ki, bax, bir dənə buradan atmalıyam bunu. Salaq yerə, amma düzdür da ağacımız, düz olsa yaxşı bir barnaq olur. Dayanaq attım ora. İndi bunun da ipini bir dənə sıxı şəkildə bağlayacağım.
Gördüğünüz kimi her taraftan bir tane şey atıram. Yani əla bir barmaq olduğunu düşünürəm. Əla da oldu. İndi bizim mənim çəkdiyim klyonka ilə bunun hər tərəfin böyrərini yadını tutacağım. Gördüğünüz kimi. Yani sağlam oldu. Gördüğünüz kimi. İndi bir tane klyonkamız utanmanızla gördüğünüz gibi buna tutacağıq böyle qəşəng şəkildə. Diskopumuzdan bir iki tane bura bırak atak. Gördüğünüz gibi. Yana atak ki. Bir tane bura vurduk. Bir tane gördüğünüz gibi. Eğri eləmək lazım da. Bir tane bıraktık. Gördüğünüz dostlar. Bu şekilde aynen beləncə devam edəcəyik. Bir tane attık. Bir tane bura. Bir tane de bura. Aynen bu şekilde devam edeceğiz. Yani bu dartılacak, bunun üstünden de vuracağım. Gördüğünüz gibi. Bir tane bıraktım. Tartıştırıp vurmak lazım ki. Çünkü bakın bu şekilde bir tane gitti. Bir tane bura. Bir tane de bura. Bir tane bura. Bir tane bura. Bir tane de bura. Oo. Bir tane bura. Oo. Allah. Gördünüz mü dostlar? Bu şekilde aynen devam ediyoruz. Bak böylenin böyle tutacağız. O dediğim gibi klon kanabı siz niye çatmışam? Çünkü artık şey olar, olmaz, satmaz eləməz. Onun da arkasını tutmağa əla bir yer olsun. Kurtardık. Var artık o yüzden. Bıçağımızı atak. Gördüğünüz gibi dostlar bu şekilde oldu elimiz. Gözleri geçeye barmak düzelttik. Tahtalarla belki olsun diye küle yağış geçmesin diye. Elə bir barnak ki ne yağış geçirdiğinden küle içerisi belə de isti. Yani dəhşət bu barnak düzelttim. Kanalıma abone olun. Like edin. Ayakkabımı da çıkardım. Belki de çok yorucu oldu. Elimizi düzeltmek, barnağımızı düzeltmek. Böyle. Ay. Oluyor. Gördüğünüz gibi. Şimdi
Bir yemek zaten pişirdim. Gördüğünüz gibi. En çok da şundan yandım. Elimizde de yok, o temiz olsun. Sıklar, çık. Kabımız. Mulika. Gördüğünüz gibi dostlar. Yine kabımızı yok. Gördüğünüz gibi. Beğendik. Da çok yoruldum ama ağır bir video oldu. Yani açtım səhərdən mi? Oh. Şöyle şimdi dostlar. Evet dostlar. Azam. Biraz yatacağım. Geç. Oh. Oh, düştü. Hala yok, hala hazırdır. Bu biraz daha hazır olsun. Böyle videoların gelməni istəyirsinizsə kanalıma abunə olun, like edin. Mən də belə videolar çəkim, dua videolar. Daha yaxşı belə videolar çəkməyə çalışıram mən də sizlər üçün. Sizin də bir dənə kanalıma girib abunə olun, like edin çox uzaq. Mən də bir qəşəng videolar, dua videoları çəkəcəm. Çok soğuktu hava. Ama bunun içi elə bilsən o yandırıbsan. Ama qəşəng yani bir hissi var da içeride. Yani elə deyim, elə başa salım. Arkasında tuttuğum, dediğim, çəkdiyim ağ muşambanı bıraktım. 2 qat. Çəkdiyim yaşlı da bıraktım ki. O buradan külək, ondan sonra yağış yağında vurmasın içeri. İçeri vuranda da bütün yani yaş oldular. Üstü de ne tərəfdir? Üstü qatlaladım. Üstündən vurdum ki o
daha yaxşı bir yer olsun da barınaq olsun. Yəni açıqlıqdır, içəri genişdir, çox qəşəng. Bir dənə önünü açıq qoydum qabağın. Qabağın da axşam gecə saatlərində yəni bir şey olsa söyləyəcəm ki, yəni qoy şey olmasın. Yəni ekstradan bıçağımın yanındadır. Əla. Az sonra indi sizə tuzaq nətər düzəldir, onu göstərəcəm. Yəni indi bizdən də gecə vaxtlarında doğuşan, ondan sonra quş, belə şeylər gəlmə ihtimalı çoxdur. Burada bir dənə ağac var, gördüyünüz kimi. İndi bu ağacın yanına düzəldəcəm. Belə qoyaq kamera. Belə. Baxın, bir dənə belə ip, ip. Bunun burada bir şeydən bax. Bax belə bir şey, bax belə. Bunu bağlayaq buradan biz. Baxın beləncə şəkildə. Yəni indi quş gələr, qarğa gələr. Nə bilim belə quş üçün bir düzəldirəm, amma yem atmayacağam. Yemsiz görək gələcək quş. Baxın beləncə bir şey düzəltdim, gördüyünüz kimi. İndi bu tətik sistemin bax belə, bunun altından içindən keçirdim. O belə bir şey. Gördüyünüz kimi. Bunu bir dənə bir şeylə dayanaq düzəltmək lazım. Bax belə. Böyle ağaçlarla. Bir tane belə. Bir tane belə. Bir tane də beləncik vurun ki. Görsədəcəm də sizə də necə düzəltmək lazımdır. Bax belə. Gördünüz kimi. İndi həmin tedik sistemin bunun ətrafından sıxın. Beləci sıxın, gözəl şəkildə. Bunu belə sıxın. Hə. Şimdi belə. Gördüyünüz kimi baxın, belə bir şəkildə düzəltdim. Ora gedir, oradan da məsələn bir dənə quş gələ, məsələn yedi, bunu taxdı. Baxın, bağlandı, gördünüz kimi, baxın. Gördünüz. Bu şəkildə eləsəz, mən sizə bu şəkildə eləsəz, mən qurmadım, amma görsətdim sizə. Çünki mən gedəcəyimə görə gedəcəm, ona görə qurmadım. Gördüyünüz kimi belənsiniz. Baxın, sulaq bir yerdə, qəşəng gözəl. Beləncik bir şey. Baxın. Gördüyünüz kimi. Gedək biz də yemək yeyək. Gördüyünüz kimi. Yemeğimizi yiyək. Olub. Əli olub. Barınaqda tam külək çəkişməz. Əli olub. Belə videoların gəlməyini istəyirsinizsə, kanalıma abunə olun, like eləyin. Əla videolar mən də çəkim, görsədim sizləri. Sağ olun, diğer videolarda görüşmək üzere. Kanalımıza abunə olun, like etməyi unutmayın. Sağ ol.